videoda ilin bütün fəsillərində istifadə etməli olduğunuz bir məhsul göstərmək istəyirəm sizə. Bu, təbii ki, SPF-dir. İlin bütün fəsillərində dərimizi günəşin ultrabənövşəyi şüalarından qorumalıyıq. Çünki bu şüalar üzümüzdə erkən yaşlanma əlamətlərinə səbəb ola bilər. Məsələn, quruluq, ləkələr və s. Mənim uzun müddətdir istifadə etdiyim və həqiqətən razı qaldığım məhsullar isə Yves Rocher'in SPF-ləridir. Bədən üçün bu sprey formasında olan SPF-i çox sevirəm. Dərdə qətiyyən ağırlıq və yağlıq yaratmayan bir teksturası var. İstəyirəm sizə də göstərim. Bu şəkildə çox asan bir şəkildə yayılır. Bu isə krem formasında olan SPF-dir. Bunu həm üz, həm də bədəniniz üçün istifadə edə bilərsiniz. Bu arada bunlar 50 faktorlu SPF-lərdir. Yəni çox güclü bir qoruma vəd edir. Kremsi olmasına baxmayaraq yenə də çox zərif və incə bir teksturası var və çox asan bir şəkildə dəridə yayılır. Qoxular çox gözəldir. Bu isə üz üçün olan SPF-dir. Üz üçün olan SPF-in də belə bir kremsi teksturası var. Yəni yağlıq vermir, eyni zamanda ağırlıq da yaratmır. Makyajın altından da rahatlıqla istifadə edə bilərsiniz. Dənizin gözəlliyini qorumaq istəyirsinizsə, bir də yüksək faktorlu SPF istifadə etməyi unutmayın.